Xəbərin ünvanının məlumatına görə Azərbaycan musiqi sənətinin parlaq simalarından biri olan xalq artisti Tünzalə Ağayeva yenidən cəmiyyətə mesaj verib. Həmişə sosial məsələlərə duyarlılığı ilə seçilən sənətçi bu dəfə solaxay insanlar mövzusuna toxunub. Tünzalə Ağayeva çıxışında insanların fiziki xüsusiyyətlərinə və fərdi xüsusiyyətlərinə görə ayrı seçkiliyə məruz qalmalarının doğru olmadığını bildirib. İfaçı qeyd edib ki, solaxay olmaq bir fərqlilikdir və bu heç bir halda insanın bacarığını və ya dəyərini müəyyən etmir. Xalq artisti vurğulayıb, insanları sağ əli, sol əli görünüşü və ya hər hansı xüsusiyyətinə görə ayırmaq yanlışdır. Əsas olan insanın mənəviyyatı, düşüncəsi və cəmiyyətə verdiyi töhfədir. Hər fərqlilik bir zənginlikdir. Tünzalə Ağayeva bu həssas mövzuya toxunaraq cəmiyyətin daha tolerant və anlayışlı olması çağırışını edib. Onun bu çıxışı sosial şəbəkələrdə də geniş dəstək tapıb və izləyicilər tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, sənətçi daha öncə də müxtəlif sosial və humanitar məsələlərlə bağlı ictimaiyyət qarşısında öz qətiyyətli mövqeyini nümayiş etdirib. Siz bu mövzu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə bizimlə paylaşın, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.